Mövla Əli elə bir zirvədir ki, elə bir alidir ki, onu sevən, ona itaət eləyən Allah sevgisinin hərarətini, şiddətini öz həyatında görə bilir, hiss edə bilir. Mövla Əlinin varlığı insanlıq üçün o qədər səadət və xoşbəxtçilik mənbəyidir ki, onu sevən daim, hər zaman Allaha olan sevgisini, Allaha olan məhəbbətini öz həyatında hiss edir. Çünki Əlinin hədəfi insanlığı Allaha çatdırmaqdır. Əlinin hədəfi budur ki, insanlıq Allahı öz həyatında hiss eləsin. Ona görə Allah öz sistemini məhz ilahi övliyaların varlığı ilə həyata keçirdi. Bizim həyatımızda o qığılcımı yaradan ilahi övliyalardır, kamil varlıqlardır. Mövla Əli elə bir zirvədir ki, elə bir alidir ki, onu sevən, ona itaət eləyən Allah sevgisinin hərarətini, şiddətini öz həyatında görə bilir, hiss edə bilir. Mövla Əlinin varlığı insanlıq üçün o qədər səadət və xoşbəxtçilik mənbəyidir ki, onu sevən daim, hər zaman Allaha olan sevgisini, Allaha olan məhəbbətini öz həyatında hiss edir. Çünki Əlinin hədəfi insanlığı Allaha çatdırmaqdır. Əlinin hədəfi budur ki, insanlıq Allahı öz həyatında hiss eləsin. Ona görə Allah öz sistemini məhz ilahi övliyaların varlığı ilə həyata keçirdi. Bizim həyatımızda o qığılcımı yaradan ilahi övliyalardır, kamil varlıqlardır.